Herkese salamlar əzizlərim. Bugün gözəllik mövzusunda danışırıq. Mən çoxdan da istəyirdim ki, bu videonu sizlərə çəkim və bu videonun mənim üçün emosional bir mənası da var. Çünki tam 6 il öncə mənim təqribən 23-24 yaşlarım var idi. Anam bizim bağa gəlmişdi və o zamanlar mən münasibətdə idim. Bağda istirahət eləyirdik və bağa gəldiyi zaman məni uzaqdan çəkmişdi şəklimi. Mən kişi paltarındaydım, saçımı daramamışdım, dərimdə kiçik aknelər var idi, makyaj eləməmişdim. Çünki heç makyaj vasitələrimin vaxtı bitmişdi və yeniləməmişdim. Özümə baxmırdım, heç xoşbəxt değildim, həyatımla bağlı işləmirdim və anam mənim uzaqdan şəklimi çəkmişdi. Bir neçə gün sonra mənə WhatsApp vasitəsilə göndərmişdi bu şəkli və demişdi ki, qızım, sən mənlə yaşayanda bu vəziyyətdə deyildin. Niyə sən belə görsənirsən? Mənim qızım gözəldir axı. Və kənarda mənə atdığı şəkli mən hələ də saxlamışam. Ara-ara sizinlə storylərdə, Instagramda da bölüşürəm mən o şəkli. Mən çox ümidsiz görsənirdim. Mən çox xoşbəxt görsənmirdim. Mən o qədər də cazibəli görsənmirdim. Mən ümumiyyətlə qadına oxşamırdım. Və maraqlısı budur ki, 23-24 yaşında insanın işıltısını itirmək, bilirəm ki, çoxlarınız da bunu yaşayır. Və bəzilərinizə elə gəlir ki, əməliyyat etsəniz, kosmetoloqa getsəniz və yaxud da biraz daha çox krem sürsəniz, siz daha gözəl görsənə bilərsiniz. Amma əzizlərim, bunun səbəbi bu deyil və bugün mən sizlər üçün digər telefonumda tam 23 punkt hazırlamışam. Bunlar haqqında danışacağıq ki, mən o gündən bugünə 6 il ərzində nələri elədim ki, indiki kimi görsənirəm. Çünki siz də mənimlə razılaşarsınız ki, mənim əvvəl və sonraki şəkillərimi görmüsünüz. Ümumiyyətlə mənim üzümdə heç bir dəyişiklik olmayıb, 1 qram dodaq dolğusundan başqa. Yəni, qaş formamı almıram, ümumiyyətlə qaşımı almıram, qaşımı dəyişməmişəm, çox makyaj etmirəm, burnum əməliyyat deyil, saçım həmişə eynidir, hətta kəsimini belə dəyişməmişəm uşaq vaxtından bəri, eyni kəsimdədir saçım, eyni uzunluqda olur həmişə, kilom belə dəyişməyib, həmişə uşaq vaxtından bəri eyni kilodayam, eyni paltarlar həmişə əynimə olur. Yəni, məsələ bunların heç biri deyil, kilo alıb vermək deyil, saç deyil, qaş deyil, əməliyyat deyil, kosmetoloq deyil. Çünki mən bariz bir nümunəyəm ki, bunların heç birinə ehtiyac yoxdur. Və siz gözəlləşə bilərsiniz, daha cazibəli görsənə bilərsiniz, daha çox parlaya bilərsiniz, daha çox qadın kimi hiss eləyə bilərsiniz. Əgər mən dediyim bu 23 punktu siz bugün göz ardı etməsəniz, bu 23 punkt arasından bir punkt var ki, mən indi onun üzərində işləməyə başlamışam və əminəm ki, bir il sonra bu video özüm baxanda bu mövzuda da irəliləyiş əldə eləyəcəm. Ona görə nə qədərsə məni diqqətlə dinləyin istəyirəm. Ən birinci mövzu köhnəni buraxmaq mövzusudur. Mən indi bu videonu çəkməmişdən öncə evdə böyük bir təmizlik etdim. Köhnə paltarlarımın hamısını atdım və bu niyə bu qədər önəmlidir? Çünki baxın, köhnə dediyim zaman o demək deyil ki, cırıq paltarları atmalısınız. Bu onsuz da bariz bir şeydir. Bu onsuz da məlum bir şeydir ki, cırıq bir şeyi saxlamırsınız həyatınızda. Qızlar, ümumiyyətlə, cırıq paltarları niyə saxlayırsınız? Bunu mən sizə deməməliyəm. Məsələ bilirsiniz nədədir? Məsələ ondadır ki, əvvəlki versiyanıza aid olan geyimlər, əşyalar sizə lazım deyil. Burada önəmli bir nüans var. Əgər hansısa paltarı geyinəndə siz yaxşı hiss eləmirsinizsə, qarnınızı pis göstərirsə, sizə xoşbəxt hiss elətdirmirsə, nə qədər baha almışsınızsa da o paltarı, onu siz öz qardırobunuzdan çıxartmalısınız. Əgər bir paltarı geyinəndə, siz güzgüyə baxanda ya da şəkil çəkdirəndə özünüzü yaxşı hiss eləmədinizsə, o paltar hər dəfə sizin qardırobunuzda qaldıqca sizi çirkinləşdirir. Niyə? Birazdan deyəcəm. Digər tərəfdən isə siz baxmalısınız makyaj qutunuza. Orada mütləq şəkildə, mən bunu mütləq eləyirəm, hər bir makyajı aldığınız tarixi yazmalısınız. Çünki makyaj vasitələrinin 6-9 ay müddəti olur istifadə üçün. Bu müddət keçdikdən sonra siz onu üzünüz üçün istifadə edəndə əlbəttə sizi çirkinləşdirir, enerjinizi pozur,
aknelər yaradır. Makyaj qutunuzu 6 ayda bir təmizləmək lazımdır. Buna görə də nəinki müddəti bitib, onları çıxartmaq lazımdır. Yəni, köhnəni buraxmasanız bu mümkün deyil. Digər tərəfdən isə desəniz ki, mən nələri çıxarıram öz qarderobumdan. Mən baxıram ki, hələ də qarderobumda bugün baxıram ki, 6 il öncəki Asiyanın paltarları da qalır. Və nə qədər çox köhnə versiyanızın paltarlarını saxlayırsınız özünüzdə, o qədər də çox emosiyalarınız qaynayır. Sizə yaxşı təsir eləmir bu əlbəttə ki. Çünki siz artıq yeni versiyanızdasınız. Nə qədər hətta dəyişmədiyinizi hiss eləsəz belə ki, özlərində işləyən insanlar çox dəyişir, amma özlərinizdə işləmirsinizsə belə, yenə də enerjiniz dəyişir, yaşınız artır. Əlbəttə, mimikalarınız dəyişir həyat təcrübəsi ilə. Və o köhnəni saxladığınız zaman bu sizi qocaldır, bu sizi ağırlaşdırır enerjinizi, bu sizin auranızı ağırlaşdırır və bu bizə lazım deyil. Təmizlik işləri görmək mütləqdir bütün rəflərimizdə. İkinci əsas mövzu və niyə bunlar bizi ağırlaşdırır? Bax, bu mövzu emosiyalar mövzusudur. Emosiyalarımızla işləmədiyimiz müddətcə biz çirkinləşirik. Məni çirkinləşdirən şey o deyildi ki, mənim üzümdə hər hansısa bir nəsə dəyişdirmək lazım idi. Yox, çünki eyni yanaq, eyni qaş, eyni göz, eyni burun, eyni saç düzümü, hər şey eynidir mənimlə bağlı. Heç bir dəyişiklik etməmişəm. Məni çirkinləşdirən şey emosiyalarım idi. Baxışlarımdakı özgüvənsizlik idi. İçimə yığışan mübarizə duyğusuydu. Və nə qədər ki, bu emosiyalar məndə idi, əlbəttə ki, mən daha çirkin və cazibəsiz görsənirdim. Çünki o parıltı ki var, hər qadında olmalıdır, hər insanda olmalıdır ümumiyyətlə. Gözlərin parıltısı, insanı gözəl eləyən budur. İnsanın aurasını lüks göstərən, insanı gözəl hiss etdirən budur. Emosiyalar. Söhbət ondan getmir ki, siz pozitiv düşünməlisiniz ki, pozitiv olsun hər şey. Yox. Uşaq vaxtından bəri yaşayıb unutduğunuz, bastırdığınız duyğular, xüsusən də kortizol. Mən aşağıda sizlər üçün dediyim hər mövzuda köməkçi vasitələr qoyacağım bu arada. Aşağıda açıqlama bölməsində mütləq baxarsınız. Sizə uyğun olan bir şeyləri istifadə etmək üçün, xüsusən də emosiyalarınızla işləmək üçün proqramlara qatıla bilərsiniz. Həmin proqramların linkini qoymuşam aşağıda ki, nələrlə işləyə bilərsiniz və s. Amma digər tərəfdən bu YouTube kanalında əsas sizə tövsiyə edəcəyim şey sırf ödənişsiz istəyirsinizsə mama terapiyanı keçməkdir. Çünki xüsusilə də anamızla bağlı hiss etdiyimiz negativ duyğular bizi çirkinləşdirir. Niyə? Çünki anamızın ən negativ, ən zəif versiyasını ağlımızda tuturuqsa və onu elə görürüksə, bizim bütün emosiyalarımıza, bizim bütün baxışlarımıza anamızın bütün zəiflikləri əks-səda verir, yüklənir sanki. Və çöl dünyaya biz əslində xüsusən də anamızı çox qınayırıqsa, onunla bağlı çox emosiyalar daşıyırıq, bastırırıqsa, biz öz yaşımızda yox, yaşımızdan çox-çox böyük görsənirik ki, çox insan soruşur ki, Asiya xanım 30 yaşında necə belə daha gənc göstərirsiniz? Çox adam mənə 24 yaş verir, ondan artıqını vermir. Niyə? Çünki mən öz yaşımdan gənc göstərirəm, çünki mən o emosional bagajı daşımıram. Bunu işləmək üçün isə terapiyalar mütləqdir, daxili aləmimizə texnikalarda işləmək mütləqdir. Ödənişsiz əlbəttə ki, 1%-ni paylaşıram, amma aşağıda daha dərin vasitələr qoymuşam, mən onlardan da istifadə edə bilərsiniz. Üçüncü, mən bu 6 ildə həyatıma nəyi daxil etdim və heç zaman bunu etməkdən çəkinməyəcəyəm, bu bədənlə işdir. Bədənlə işə iki şey daxildir mənim üçün. Bu idman deyil, bu rəqs deyil, bunların heç biri deyil. Bədənlə işə iki əsas mövhum daxildir mənim üçün. Birincisi, bədən terapiyaları. Yenə də deyirəm, mən özümdə bədən terapiyaları sizə təqdim edirəm. Bunlar da mütləqdir. Bədən terapiyaları bilirsiniz nə? Bədənin çünki müəyyən hissələrində emosiyalar yığışır. Siz özünüz də hiss eləmədən bədəninizdə uşaq vaxtından bastırdığınız ya da yaşadığınız hər hansısa bir ağır hadisələrin duyğusu bədəninizdə toparlanır. Məsələn, çox enerjisiz, özgüvənsiz görsənir o insanlar ki, sinəsində, bax, ürəyində toparlanıb bloklar. Onlar çiyinlərini çox sıxırlar, onlar özlərini gizlədirlər, onlar qorxurlar, çənələrini sıxırlar və s. Bu açıldığı zaman, bu duyğular bədəninizdən çıxdığı zaman siz özünüz də bilməyəcəksiniz ki, necə daha özgüvənli və cazibədar görsənməyə başlayırsınız. Qamətiniz belə düzəlir. Başa düşürsünüzmü? Ümumiyyətlə, dünya ulduzlarını bu qədər enerjili eləyən şeylərdən biri də odur ki, hər birinin özəl bədən terapisti var. Və mən onların çalışdığı bədən terapistlərini tanıyıram, coachları. Onların bir sesiya qiyməti $10.000 başlayır.
Və onlar kulislərində belə bədən terapistləri saxlayırlar. Çünki o enerjini bədəndə saxlamaq üçün istənilən bir duyğu bədəndə ilişir. Onlarla daima işləmək lazımdır. Xüsusən də onurğa sütunumuzda toplanır. Bu da ayrı məsələ. Bədənlə işin ikinci hissəsi mənim üçün ki, həyatımdan heç zaman çıxartmayacağam. Bu osteopatiyadır. Osteopatla işləyirəm mən. Heç bir problemim yoxdur, olmasa belə. Ayda bir dəfə mütləq osteopat seansına yazılıram. Bu o qədər də bahalı bir şey deyil, amma osteopat sessiyaları bədənimizi simmetrikləşdirir. Uşaq vaxtından bəri anamın dediyi maraqlı bir söz var idi gözəlliklə bağlı. Deyirdi ki, simmetrik olan hər şey çox daha gözəl görsənir. Həqiqətən də onurğamız, bədənimiz, sümük sistemimiz, ümumi bədənimizin sistemində hər hansı asimetriyalar varsa və sinir sistemimizdə hər hansısa bir sıxılmalar varsa ki, bu da asimetriya yaradır. Bu bizi daha qeyri-asimetrik göstərir ki, mənim əvvəllər məsələn çənəmdə ciddi asimetriya var idi, bu çox görsənirdi. Çiyinlərimdə ciddi asimetriya var idi, bu çox görsənirdi. Osteopatla işlədikcə bunların hamısı düzəlir. Sinir sistemimiz sakitləşir, bədənimiz balanslaşır, düzləşir. Sanki ustaların istifadə etdiyi Urovin dedikləri bir alət var, belə xətkeşə oxşuyur. Sanki o xətkeşlə sizi düzləşdirirlər. Və həqiqətən daha balanslı hiss eləməyə başlayırsınız, sinir sisteminiz daha balanslı hiss etməyə başlayır. Və osteopatiya həm də enerji ilə işlədiyi üçün bədəninizin də enerjisi təmizlənir və siz daha xoş, daha xoşbəxt görsənməyə başlayırsınız və daha da simmetrik görsənməyə başlayırsınız. Və həyatıma, sinir sistemimə, ümumiyyətlə bədənimin sisteminə bu simmetriyanı qatdıqdan sonra mən əlbəttə ki, daha cazibədar, daha qəşəng, daha gənc görsənirəm, başa düşürsünüzmü? Çünki bu asimetriyalar çox zaman bizdə böyüdükdən sonra yaranır. Uşaqlarda bu olmur deyə onlar daha enerjili, daha gözəl gəlir bizə. Bu da üçüncü məsələ. Dördüncü məsələ gəlsək dərimizə və baxımlara. Mən ümumiyyətlə illərlə 20 yaşıma qədər təqribən aknelərdən, çox çirkin bir dəri quruluşundan əziyyət çəkmişəm. O zamanlardan şəklim belə yoxdur, hamısını silmişəm. Üzümü aça bilmirdim. Üzümü həmişə bu Azərbaycanca nə deyirlər? Kahküllər, çolka deyirlər ruslar. Ondan kəsirdim, kənarlardan kəsirdim, hamısını üzümə salırdım tükləri ki, məni görməsinlər dərimi. Nəyə görə? Ümumiyyətlə, üzümüzü bağlamaq bizi çirkinləşdirir. Birincisi bu, cazibəmizi alır. Üzün açıq olması, belə saçı arxaya eləmək bir qadın üçün mənə elə gəlir ki, çox gözəllikdir. Qadının üzü belə ay parçası kimi açılmalıdır ki, onun o enerjisi, onun aurası görsənsin. Və mən üzümü bu cürə bağlayırdım aknelərə görə. Akneləri və s. necə müalicə elədim? Bu barədə bir sonraki punktların hamısı sizə göstərəcək necə olduğunu, amma əsas məsələ dəri ilə işdə əsas məsələ baxım deyil dəriyə. Əsas məsələ emosiyaları bədəndən çıxartmaqdır, bir. İkinci əsas məsələ isə burada əlbəttə qidalanmadır. Bu haqda da mən sizə danışacağım. Amma düşünməyin ki, mütləq şəkildə siz həkimlə işləməlisiniz. Məsələn, mən həkimlə işləməmişəm üzüm müalicə eləmək üçün. Mən duyğularımla işləmişəm. İndi də duyğularımla işləyirəm. Çünki fikir verirəm ki, hər hansı duyğular duyğusal çalxalanma yaşayanda, bədənində hər hansı duyğular ilişməyə başlayanda üzümdə bir dənə də olsa nəsə çiçək çıxarır sanki. Mənə siqnal verməyə başlayır ki, nəsə baş verir. Xüsusən də tez-tez sərhədləriniz pozulursa, bədəniniz bu cürə siqnal verir, akne ilə və s. Ona görə də duyğusal səviyyədə bunu işləmək önəmlidir. Amma digər tərəfdən desəniz ki, dəriyə nə etmək lazımdır ki, daha qəşəng görsənsin? Burada deyərdim ki, çox sadə baxım rutini tətbiq etmək. Məndən soruşurlar, hansı kremi vurursan, hansı serumu vurursan. İnanın mənə, illərlə mən ən sadə, orqanik, təbii tərkibli tapdığım kremləri istifadə eləmişəm. Tərkibində qarışıq bir şeylər olmayan orqanik. Bu Rusiyada olur bəzi orqanik brendlər, hansının tərkibində ki, Rusiyadan sifariş eləyirdim. Koreya brendlərində olur bu tez-tez. Bakıda təbii məhsullar satan Lab 151 deyə mağaza var, orada olur. Maksimum təbii bir şeylər, Biodermanın özü də kifayət qədər təbii tərkiblidir. Maksimum təbii tərkibli, ximikatsız məhsul, bir məhsul kifayətdir istifadə etmək. Və mən üzümü sevirəm səhər, axşam yumşaq, üz yumaq üçün olan bir şeylə, pH balanslı bir şeylərlə üzümü yumaq. Yuyuram, kremimi çəkirəm, bu qədər bəsit.
yuyuram, kremimi çəkirəm, bu qədər bəsit. Nə qədər çox şey istifadə edirsinizsə üzünüzə, o qədər də üzünüzdə pH balansını pozursunuz. Və əlbəttə ki, bu pis təsir eləyir. Çoxlu maskalar eləmək, 100 dənə şey sürtmək üzünüzə və s. buna ehtiyac yoxdur. Daxildən sağlamsınızsa, dəriniz onsuz da sağlam olacaqdır. Bir də çox önəmlidir, dəqiqə başı toner krem istifadə eləməmək. Qoyun eybi yoxdur, pis olsun, amma üzünüz açıq olsun, nəfəs alsın dəriniz. Zaman-zaman düzəldəcəksiniz onsuz da mən dediklərimi etdikcə. Keçdik 5-ci punkta, bu saçımızdır. Saçla bağlı kiçik tüyolar deyəcəyim sizə. Saç sağlamlığı əlbəttə ki, bizim yenə də gəlir bu daxili sağlamlıqdan, vitamin balansı və s. və s. Saçlarınız tökülürsə, mən sizə tövsiyə eləyərəm ki, mədə turşuluğunu yoxlayasınız. Mən həkimin qızıyam bu arada, bu mövzulardan, endokrinologiyadan və s. biohackingdən çox maraqlanıram, başım çıxır, öyrənirəm və s. Bunu sizə heç bir həkim deməyəcəyi, Azərbaycanda mən bir çox yerə getmişəm, trixoloq, o, bu və s. heç kəs bunu mənə deməyib, nə qədər pullar tökmüşəm. Amma axır ki, özüm mövzuları öyrənməyə başlayanda başa düşdüm ki, vitamin balansı bədənində pozulan insanlar, onlar mədə turşuluğu az olan insanlardır. Böyük əksəriyyətlə bunu yoxlatmaq lazımdır. Mədə turşuluğunu adi limonlu su içməklə gün ərzində siz balanslaya bilərsiniz. Və mədə turşuluğu, mədə bağırsaq yerinə düşməyə başlayanda hər şey içdiyiniz vitaminlərdən belə daha çox fayda görəcəksiniz. Yediyiniz yeməklərdən də vitamin sizin bədəninizə sorulacaq və sizin saçlarınız, dəriniz də daha qəşəng olacaqdır. Və fikir verin, mədə bağırsağı sağlam olan insanlardır ki, saçları da gözəldir. Mədə bağırsağı xəstə olan insanın bədəndə vitamin balansı pozulduğu üçün saçları da, dərisi də o qədər qəşəng olmur, tez yaşlanır və s. və s. Və burada çox önəmli bir şey var. Gözəl görsənmək istəyirsə, mən bir neçə məhsullar da bura yığmışam sizə göstərməyə. Onlardan biri də bu məhsuldur. Gezo markasını Sephora'dan sifariş edə bilərsiniz. Bu sadəcə Honey Milk Styling Kremdir. Bu, nə edirik bundan? Əgər mənim kimi saçlarınız, bir də belə bir şey var. Saçların müəyyən bir quruluşu olur uşaqlıqdan gəlmə. Bu əsla, məsələn, mənim saçım daha qıvırcıq, daha şişən, daha parlaq olmayan bir saç tipidir. Ona görə də mən onu maksimum parlaq tutmaq, o belə vız-vız duran saçları yatızdırmaq üçün sadə bir mexanizm tapmışam. Maksimum təbii tərkibli, ən yaxşı bu kömək eləyir. Ümumiyyətlə, saçlarınız hətta düzdürsə belə tövsiyə eləyirəm. Çiməndən sonra bunu bol-bol əlinizə eləyib saçınıza vurursunuz, qurudursunuz. Bu, həm istidən qoruyur saçınızı, fendən qoruyur saçınızı qurudan da, həm də çox yüksək friz kontrol var burada, həm də qidalandırma var. Çölə çıxmazdan öncə də mütləq əllərimə bunu sürtürəm. Saçın bax buralarını belə yapışdırıram, uclarını yapışdırıram ki, daha səliqəli bir görünüş olsun. Çünki bu səliqəli görünüş bizə filtr effekti verir. Bax, onlardan biri də bu məhsuldur mənim üçün. Çünki mən bir çox məhsul yoxlamışam, saçlardan çox əziyyət çəkmişəm. Ümumiyyətlə, bizim nəsildə hamının saçı daha qıvırcıq, daha frizi saçlardır. Və ən yaxşısı budur. Həm təbii tərkibli olması üçün, həm də ələ belə vuranda yapışıqlıq hiss etmirsiniz. Yəni, mən əlimə vururam, saçımı çəkirim, sonra əlimə də belə krem kimi sürtürəm. Yapışıqlıq hissi vermir, qiyməti də o qədər baha deyil. Mən bunu stoklayıram. Çox yaxşı məhsuldur. Və saçla bağlı önəmli bir şey saç rəngidir. Saç rənginiz ola bilər ki, sizin qatma qarışıq olsun. Məsələn, məndə, bizim ailədə hamıda belədir. Saç rəngim məndə qəhvəyi idi, açıq qəhvəyi və qəhvəyinin qarışığıdır. Mən saçımı boyuyuram. Nəyə görə tünd rəngə boyuyuram? Çünki düşünürəm ki, saçı bir ton tünd rəngə ya da 2 ton tünd rəngə boyamaq daha, belə deyərlər, polished bir look verir, daha filtrlənmiş bir look verir bizə, daha təmiz görüntü verir. Xüsusən də ton bərabərsizliyi varsa saçınızda. Mən baxaram ki, çox daha açıq tonlarda olan saçlarda bu ton bərabərsizliyi o qədər də görsənmir. Amma açıq rəngli saçlara belə düşünürəm ki, daha sarışın olanlara bu ton bərabərliyini yaratmaq üçün bənövşəyi şampun istifadə etməkləri çox yaxşı olar ki, o ton bərabərsizliyini götürsün. Amma mən daha tündə tərəfdir saçlarım. Ona görə də mən daha tünd rəngə boyuyuram. Bir neçə ton. İndi deyə bilərsiniz ki, bu zərərlidir. Başa düşürəm. Ola bilər zərərlidir. Amma mən amiyaksız, tam təbii tərkibli bir
belə deyərlər, boya istifadə edirəm. 3 nömrəli boyadır və bunu tapa bilərsiniz Rossmann mağazalarında ammiaksız karton qabda, markasını unutmuşam amma 11 manatdır qiyməti. Karton qabda bir belə boyadır, saç boyasıdır. Çox yaxşıdır, gözü yandırmır, saçı yandırmır, tam təbii tərkiblidir. Fərqli rəngləri var, istifadə edə bilərsiniz. Mən düşünürəm ki, saçı boyamaq, ammiaksız boyalarla boyamaq və yaxud da deyirəm, daha açıq saçınız varsa, bənövşəyə şampun istifadə etmək ton bərabərliyi yaradır deyə yenə deyirəm, daha gözəl görüntü yaradır. Bunun əksinə bir çox qızlar, mən özüm də bu səhv eləmişəm vaxtında, balyaj və s. rəngbərəng saçlar istifadə etdiyini görürəm. İnanın mənə, bu heç kəsdə gözəl görsənmir. Çünki siz baxın, bütün dünya starları, məsələn Jennifer Lopez'i götürsəniz, nə bilim Kendall Jenner, Kylie Jenner, hamısı bir ton saç istifadə edir. Və bir ton saç çox daha təmiz görüntü yaradır, çox daha bahalı görüntü yaradır. İnanın mənə. Ona görə də saçınızı rəngbərəng eləməyin, o qədər də pul tökməyin buna, yəni ehtiyac yoxdur buna pul xərcləməyə. O pulu daha yaxşı olar ki, dediyim başqa şeylərə xərcləyəsiniz. 6-cı punktumuz bizdə ferritindir. Ferritinizi yoxladın. 18 manatdır bunu yoxlatmaq, çox bahalı bir şey deyil. Bədəninizdə dəmir də yox, ferritin daha aşağıdırsa, o zaman siz daha enerjisiz, baxışlarınızla daha belə fokussuz, dağınıq görsənəcəksiniz. Sağlam və enerjili görsənməyəcəksiniz. Lüks auranız olmayacaqdır. Ferritinizi qospitalın verdiyi normalara baxmayın. Ferritin norması 90-dan aşağı olmamalıdır. 90-dan aşağıdırsa mütləq bunun üstünə düşün. Hematoloqa gedin ya da endokrinoloqa gedin və sizə sistemlər yazsınlar. Həbləri tövsiyə etmirəm, çünki bu həblər xeyrindən daha çox zərəri var. Həblər yaxşı həzm, dəmir həb kimi yaxşı həzm olunmur. Bunu qana vurmaq lazımdır. Və əlbəttə ki, mən həmişə deyirəm, ciyər yemək bol-bol insanı gözəlləşdirir. Mən bol-bol ciyər yeyirəm. Birazdan bu barədə danışacağam. 7-ci əsas məsələ və düşünürəm ki, məni gözəlləşdirən, məni cazibəli görsədən ən number one, hər şey çıxarsaydım, bir dənə bunu saxlayardım. Bu, sevdiyin işi görməkdir, sevdiyin sahədə potensialını açmaqdır. Məsələ sırf pul qazanmaqla bağlı deyil. Məsələ ondadır ki, yoxdur, az qazanın, amma sevdiyiniz bir işlə məşğul olun. Mən zamanında ya işsiz idim, ya da sevmədiyim ofis işlərində işləyirdim. Qadın üçün düşünürəm ki, rutin, səhər qalxmaq, ofisdə bir yerdə oturmaq və s. bu qadın bədəninə uyğun deyil. Çünki qadın bədəni bir yerdə oturmaq üçün dizayn edilməyibdir. Bizim bədənimiz xüsusən də siklə görə şişməyə yönümlüdür. Məsələn, mənim də bədənimə çox oturanda, hərəkətsiz qalanda, yaradıcılığımı istifadə eləməyəndə mən çox daha şişkin oluram. Və çox daha çirkin oluram əlbəttə. Çünki şişlər adamı çirkinləşdirir. Və sevmədiyiniz işlə məşğul olmaq sizi emosional ağırlaşdırır. Qadın üçün ən gözəl iş, anam həmişə deyirdi, ən gözəl iş kreativ işlərdir. Ona görə də uşaq vaxtında məni musiqi məktəbinə qoymuşdu, professional rəsmlə məşğul olurdum mən və həqiqətən də qadın enerjisi yaradıcı enerjidir. Və bu yaradıcılığınızı bağlayan sahələrdə işləməyə başlayanda sizin enerjiniz bloklanır sanki. Siz özünüzü əlbəttə ki, başqa cür görsənirsiniz, xoşbəxt ola bilmirsiniz, xoşbəxt görsənə bilmirsiniz. Çünki xüsusən də hər hansısa bir kişi nə isə deyirsiniz, onu etməyə məcbur olursunuz iş yerində. Siz özünüzü bloklanmış, həqiqətən bloklanmış istəyirsiniz. O yaradıcı güc istifadə edə bilməyəcəyiniz işlər sizi bloklayır, sizi sıxışdırır. Bir insan sevdiyi işi görməyə başlayanda enerjisi açılır və daha lüks aura yayır, daha cazibədar olmağa başlayır. Və əgər bugün istəyirsiniz, işinizi dəyişəsiniz, mən tövsiyə edə biləcəyim ən yaxşı iş xanım üçün coachingdir. Coaching sahəsində işləməkdir. Çünki bu çox azad bir işdir. Mənim işim məsələn, öz şirkətimi qurmuşam, azadam, evdə otururam çox zaman, idmana gedirəm, hərəkətdəyəm, rəqs edirəm və s. işim də gedir. Hər hansı bir ofisə getmirəm. Aşağıda mən yenə də linklərdən birində qoyacağam. Ödənişsiz coach ol proqramı var. Həmin o proqrama da qatılıb coach olmağa da başlaya bilərsiniz. Nə yoxdur ki, bu videoda hər şey var gözəlləşməyiniz üçün, daha xoşbəxt yaşamağınız üçün. Gəldik 8-ci punkta. Laktoz və gluten intoleransı testlərini verin. Bahalı deyil. Düşünürəm 30-40 manat xərciniz çıxacaq buna. Çox bahalı bir şey deyil bu. Laktozaya qarşı sizin
həssaslığınız varmı? Glutenə qarşı həssaslığınız varmı? Çünki əsas insanların bir çoxunun bilmədiyi gizli həssaslıqlardır bunlar. Mən həyatımda əvvəllər, məsələn, 6-7 il əvvəl dəhşət çox pendir, kəsmik, süd, dəhşət çox tükətirdim. Əslində isə bədənimin həssaslığı var imiş laktozaya qarşı və gluten də çox tükətirdim. Ona qarşı həssaslığım yoxdur, amma onu da biraz azaltdım, hər ehtimal və rasionumdan 85% laktozu çıxartdım. Gluteni də azaltdım və mənim həm həzm sistemim daha yaxşılaşdı, şişkinliklərim azaldı, həm də daha gözələm. Niyə? Çünki bədən həssaslığı olan bir şeyləri həzm edə bilmir. Fərqi yoxdur, yüksək həssaslıq var, yoxsa aşağı həssaslıq. Bunu yenə də testləri etdiyiniz zaman çıxacaq ortaya və siz daha az sağlam olursunuz. Xüsusən də mənim endokrinoloqlarımdan birinin süd məhsulları ilə bağlı dediyi şok edici məlumatlar var. Bunları bölüşmək istəmirəm, amma düşünürəm ki, süd məhsulları çox tükətmək olmaz insan bədəni üçün. Ən azından ona görə ki, süd məhsulları iri başlı heyvanların uşaqları üçün nəzərdə tutulub, insanlar üçün yox. Keçək 9-cu mövzuya. Mən düşünürəm, bax, bayaq dediyim mövzu bu idi ki, mən indi işləməyə başlayıram bu mövzu üzərində. Bu dişlər mövzusudur. İnsanın ümumiyyətlə çöldə olan sümüklərindən sadəcə biri var, o da dişlərdir. Sümüklərinizi ancaq bu şəkildə siz çöldə bir yerlərdə görə bilirsiniz və ən yaxşı o sümük sağlamlığınızı və s. də dişlərdən görə bilərsiniz və dişlər, gülüş digər insanlara bizim nə dərəcədə sağlam olduğumuzu göstərir. Sağlam insan gözəl insandır, auralı insandır başqasına görə, başa düşürsünüz. Dişlər, mən düşünürəm ki, hər bir insan 16-18 yaşlarında ortodont müayinəsindən keçməli. Təəssüflər olsun ki, mən bunu bilməmişəm. Mən bu müayinəni 30 yaşımda keçdim və bəlli oldu ki, dişlərim öz dişlərimdir. Qəşəngdir dişlərim, amma məlum oldu ki, bu qəşəng dişlərdə əslində müəyyən asimetriyalar var, hansılar ki, gülüşümü biraz əyriləşdirir, mənə də boyun ağrısı verir və bu əlbəttə ki, məni daha az gözəl göstərir. Mən əminəm ki, biri sonra bu eyelinerlə biz işləyəcəyik bunun üzərində və mən daha gözəlləşəcəyəm, çünki diş önəmlidir. Diş sağlamlığı önəmlidir. Ortodont müayinəsi bahalı bir şey deyil. Yaxşı bir ortodont tapıb müayinəsindən keçin mütləq və görəcəksiniz ki, dişinizi düzəltdiyiniz zaman həqiqətən də dişlərinizi ən gözəl formaya saldıqdan sonra çənə formanız da düzələcək, gülüşünüz də düzələcək, dodaqlarınız da daha belə qəşəng görsənəcəkdir, daha çölə doğru görsənəcəkdir. Və əlbəttə ki, auranız dəyişəcəkdir. Çünki yenə də deyirəm, bu sizin sağlam olduğunuzu göstərən bir şeydir dişlər. Dişlər çöldə olan tək sümüklərimizdir. Digər insanlara sağlamlığımızla bağlı siqnal ötürən bir şeydir dişlərimiz. Ona görə də bunun üstünə düşməyə, buna investisiya etməyə dəyər ki, daha sonraki illərdə də bu sizə investisiya effekti verəcəkdir. Çünki diş bədəndə, belə deyirəm, çənə düzgün qapanmırsa, bədəndə bir çox başqa sümük problemlərinə, osteopatiya ilə bağlı problemlərə falan gətirib çıxara bilir. Gəlsək, dəri tonudur 10-cu bizim punktumuz. Bunu mən kəşf edəndən bəri %100 daha gözələm. Niyə? Çünki əvvəllər mən bilmirdim ki, mənim dəri alt tonum nədir. Ağlıma gələn rəngi geyinirdim. Əvvəllər əslində çirkin və biraz Türklər demiş, rüküş görsənmə səbəbim və yaxşı görsənmə səbəbim o idi ki, mən isti tonlarda geyinirdim əvvəllər. Və mən bilmirdim ki, mənim dəri alt tonum cool winter'dir. Yəni, soyuq qış tonundayam mən. Cool winter tonlarındayam. Qara saç və soğuğun dəri. Bunu yoxlamağın bir çox üsulu var. YouTube'dan mən tapmışam, yoxlamışam, tapmışam bunu. Və cool winter olaraq ki, mənim kimidirsə, dark saçlar, soğuğun dəri. Cool winter bu o deməkdir ki, biz daha soyuq rənglər geyinməliyik. Mən əvvəllər isti rənglər geyinirdim. Narıncı, sarı, qırmızı və s. Bu mənə çox çirkin göstərdi. Çünki bədənimə, dərimə bu isti yansıma verirdi. Hansı ki, mənə daha qoca göstərirdi. Başa düşürsünüz? Amma mən indi soyuq tonlar geyinirəm ancaq. Ancaq soyuq tonlardır. Qarderobumda heç bir ev paltarlarında belə isti tonları saxlamamışam, pijamalarda belə. Çünki çirkin görsənirəm. Çirkin görsədir mən. Çünki düzgün yansıtma vermir işığa və dəriniz çox çirkin görsənir. Bunu mütləq YouTube'dan yoxlayın. Sizin undertonunuz, alt tonunuz nədir dərinizin və dərinizə düzgün yansıma verən rənglərdə
paletlər seçin, geyinin saç rənginizi, pomada rənginizi ona uyğun seçin. Məsələn, məndə ancaq soyuq tonlarda pomadalar görürsünüz. İsti tonda vuran kimi mən iyrənc görsənirəm həqiqətən də. Heç cazibədar görsənmirəm. Və bu çox önəmlidir. Alt tona baxaraq bundan sonra həm tonal kreminizi seçəcəksiniz, həm paltarlarınızı seçəcəksiniz, pomadanızı, saç rənginizi, hər şeyinizi, hətta evinizdəki işıqları belə. Şok content. Əvvəlki evimdə işıqlar, fikir verin, mənim evimdə işıqlar soyuq tonlardadır. Ona görə qəşəng göstərirəm. Əvvəlki evimdə işıqlar belə isti tonlardaydı, yəni sarı işıqlar idi. Sarı işıqlar ancaq yenə deyirəm, isti tonlarda dərisi olan insanları qəşəng göstərir. Soyuq tonlu dərisi olanlar isə bax belə kiçik triklər istifadə edə bilərsiniz. Keçdi 11-ci xırda bir punkt var, bunu istifadə edirəm. Az desənsiz geyimlər, uzorsuz ruslar demiş, belə deyərlər də. Nə qədər qatma qarışıq desenləri olan geyimlər geyinirsiniz, xüsusən də üst hissədə, o qədər də çox çirkin görsənirsiniz. Çünki rənglər bir-birinə qarışır, dərinizə düzgün yansıtma vermir və bunu yalnızca düşünürəm ki, professional stilistlər qəşəng kombinlər eləyir. Plus, çox desenli şeylər, qatma qarışıq şeylər ucuz effekt yaradır, kənd effekti yaradır biraz. Kəndlə bağlı heç bir şeyim yoxdur, sadəcə olaraq o belə daha yaşlı nəsil kəndlərdə geyindiyi güllü paltarlar onun effektini verir, daha yaşlı göstərir sizi. Ona görə də minimal desenlərdən istifadə eləyin. Nə qədər düz tonlarda paltarlar eləsəniz qarderobunuz, o qədər daha filtrli, polished look deyirlər. Elə görsənəcəksiniz. 12-ci punkt haqqında çox danışmışam mən. Bu antiperspirant mövzusudur. Antiperspirantı çıxarın şkaflarınızdan, rəflərinizdən. Antiperspirant istifadə etməyin. Antiperspirantları mən çıxarandan bəri öz rəflərimdən mənim həyatım 180 dərəcə dəyişib. Niyə? Bədən qoxunuz sizə siqnal verir ki, siz nə hiss eləyirsiniz bugün, enerjiniz nədir bugün. Bədən qoxunuz pis gəlirsə, onu hiss eləməlisiniz siz. Tər qoxunuz pis gəlirsə, onu hiss eləməlisiniz siz. Və bu pis gəlirsə, bu o deməkdir ki, sizin artıq koçla işləmək vaxtınızdır, texnikalar etmək vaxtınızdır, emosiyalarla işləmək vaxtınızdır, kortizolunuz artıb, kortizol terapiyası etmək vaxtıdır. Bu bir siqnaldır. Bu bir siqnaldır. Və xüsusən də, məsələn, mən özəl günlərdə istifadə etdiyim krem formatında, antiperspirant formatı, o təbii tərkibli bir şeydir. Yəni, tam olaraq heç antiperspirant da sayılmır. Təbii tərkibli, içi darçınlı krem kimi bir şeydir. Ondan istifadə edirəm. Sadəcə, belə deyərlər də, toy, event və s. varsa, biraz belə deyərlər də, soyuq, biraz dərimin ümumiyyətlə qoxusunu belə şeyləmək üçün, bağlamaq üçün. Amma demək olar ki, bəzən eventlərə belə gedəndə unuduram, istifadə eləmirəm və məndən heç tər qoxusu gəlmir. Gəlsə belə mən bilirəm ki, nəsə yolunda getmir həyatımda, bunun üzərində işləmək vaxtıdır. Çünki bədəninizin qoxusunu bloklamaq antiperspirantla sizdə olan problemi sadəcə örtbas eləyir. Sanki zibilə bantik vurdunuz siz. Amma zibilə bantik vuranda gözəl görsənmir. O zibili təmizləmək lazımdır, başa düşürsünüz. Antiperspirant mövzusu buna görə bu qədər önəmlidir. 13-cü əsas məsələ, hər bir qadına masajist lazımdır. Mütləq. Büdcəniz çatmırsa belə özünüz masaj məhsulları alın ev üçün. Hər gecə özünüzü masaj eləyin. Mən hər dəfə evdə də masaj eləyirəm. Bu olsun təbii tükdən olan fırça ilə, selülit fırçası deyilir. Bu olsun əl masajı olsun, özümə masaj eləyirəm. Bu olsun ki, mən vibra platforma istifadə eləyirəm evdə. Bu da bahalı bir şey deyil. O masaj effekti verir bədənimə. Bədəni masaj etmək qadın üçün önəmlidir. Və mən həftədə bir dəfə çalışıram ki, masaj terapiyası alım, yəni masaja gedim. Masaj sizi gözəlləşdirəcəkdir. Masaj bədəninizlə kontakt yaradacaqdır. Masaj bədəninizi daha gözəl hiss etməyinizə səbəb olacaqdır. Və sizin hiss eləməyəcəksiniz, amma auranız gözəlləşəcəkdir masaj etdirdikcə. Masajı rasionunuza daxil eləyin mütləq. 14-cü punkt mən 16-17 yaşında kəşf etdiyim bir şeydir. O vaxtdan bəri də buraxmamışam. 13 ildir mən yalnız və yalnız ot çayları içirəm. Fərqli otlar. Bunu mən atamdan öyrənmişdim və bu, belə deyərlər, ənənəni davam etdirirəm. Uşaqlarıma da ötürəcəyəm bunu. Hamıya da tövsiyə edirəm. Mənim evimdə qara çay, yaşıl çay görmərsiniz. Yaşıl çay o çay deyil bu arada. Yaşıl çayda kafein var. Mən yalnız və yalnız fərqli ot çayları içirəm. Həftədə bir neçə dəfə öd qovucu içirəm. Həftədə bir neçə dəfə çalışıram, belə deyərlər, sakitləşdirici çaylar içim.
mədə çayları, hətta bağırsaq çayı, həftədə bir dəfə bağırsaq çayı içirəm. Otlarla bağlı öyrənirəm. ChatGPT ən yaxşı üsuldur otları öyrənmək, çünki hansı ot sizə lazımlıdır. Otları öyrənin, otları rasionunuza daxil eləyin. Ot çayları için, xüsusən də səhər axşam nanə və papatya çayını qarışdırıb içmək çox qəşəng effekt verir qadın üçün. Bədəninizi sakitləşdirir, sizi daha axıcı eləyir, sizi gözəlləşdirəcək bir şeydir. Çünki bu qədər çayxor olan bir millət olaraq kafeini çox tükətmək bizi qaralaşdırır, dişlərimizi qaralaşdırır, kortizol bədənimizdə çoxaldır, bizi kafein asıllığına salır. O çayları isə əksinə bədənimizi təmizləyir, ödümüzü təmizləyir. Düzgün istifadə ediləndə ki, ara-ara lazım olduqca istifadə edəndə, bölüşdürüb də istifadə edəndə, qatıb-qatışdırmayanda çox yaxşı effekt verir. Diqqətli olmağınız gereken bir şey odur ki, kəhliyotu ilə diqqətli olun biraz. Mən istifadə eləmirəm kəhliyotu, çünki mənim, belə deyərlər, təzyiqimi çox salır. Buna da önəm versəniz çox yaxşı olar. 15 şəkərsiz həyat. 18 yaşımda mən artıq şəkərsiz həyata keçid elədim. 12 ildir şəkər istifadə eləmirəm. Şəkərə ehtiyacım olduğu zaman meyvə, banan istifadə edirəm. Banan əzməsi və yaxud da stevia istifadə edirəm. Şəkəri həyatımdan çıxartmaq üçün isə mən şəkər terapiyası almışdım. Niyə? Çünki bu şüratı ilə bağlı bir şeydir. Mama terapiyadır, primitiv. İlk dəfə şəkər dadını, şirin dadını biz ana südünə hiss eləmişik və sevgiyə acıq deyə bu qədər şəkər biz istəyirik. Şəkər mədə bağırsağı pozur, şəkərə ehtiyacımız yoxdur, şəkər bizi qocaldır. Bir il həyatınızdan şəkər çıxartsanız görəcəksiniz ki, necə cavanlaşırsınız. Dəriniz, bağırsaqlarınız və s. hamısı daha sağlam olur. Şəkəri həyatınızdan çıxartmaq üçün isə mama terapiya və bədən terapiyaları və sevgi acılığını yemək çox önəmlidir. Mənim demək olar ki, 90% müştərim təlimlərdən sonra ümumiyyətlə şəkərə qarşı marağının itdiyini bildirir. Mən şəkərdən iyrənirəm ümumiyyətlə. Bananı belə yeyə bilmirəm. İyrənirəm. Şəkər tükətə bilmirəm. Çünki terapiyanı keçmişəm. Bu çox önəmlidir. 16-cı əsas məsələ yuxudur. Yuxu rejiminiz çox önəmlidir. Mən saat 9-11 arası yatıram mütləq şəkildə. Ən gec 12-10 tərəfə qalmıram. Və səhər tez dururam günəş işığı ilə bərabər. Bunu edə bilməyiniz üçün çox önəmlidir ki, sizin sinirləriniz sağlam olsun əlbəttə ki, və axşamlar qaranlıq ortam yaradasınız. Yatağınıza yatırım eləyəsiniz, rahat bir yataq seçəsiniz və gözəlliyi saxlayan bir şey düz yatmaqdır. Mən yastıqsız yatıram, illərdə 10 ildir təqribən mən yastıqsız yatıram, dümdüz yatıram, yatanda da əyilmirəm, dümdüz uzanıram, necə uzanmışdım elə də oyanıram. Saçlarınıza xeyirdir, dərinizə xeyirdir və yatarkən bədəniniz belə gravitasiyaya yenilib də qırışmır belə olanda. Yastıqsız yatanda onurğanıza da sağlamlıqdır, çox gözəl bir taktikadır. Məni gözəl saxlayan şeylərdən biri də elə budur deyə düşünürəm. Digər tərəfdən 17-ci punkt, yaşlanmamaq istəyirsinizsə, bədəniniz, məsələn, mən ümumiyyətlə ağırlıq idmanları eləmirəm. Mən sadəcə rəqs edirəm, padel oynayıram. Bir də aerobika arada bir. Bitdi getdi, başqa bir şeylə məşğul olmuram. Amma mənim bədənim sıxıdır, daha sıxıdır dərim. Yəni sallanmıram. Özü o qədər də arıq deyiləm mən. Amma sallanmıram. Niyə sizcə? Niyə? Çünki mən birinci zülal tükətirəm, sonra karbohidrat. Bir çox qızlar arıqlayacaq deyə qriçka yeyir, nə bilim, meyvə yeyir və s. ehtiyac yoxdur. Və həmişə deyirəm, birinci zülalınızı tükətin, protein, ətlərinizi tükətin. Birinci zülal, aclığınızı yemək üçün zülal tükətin birinci. Ac qalsanız, sonra qalan yerə karbohidrat tükətərsiniz. Demirəm tamamilə çıxarın karbohidratı, amma rasionunuzda zülal azdırsa, bədəniniz o qədər sıxı görsənmir, dəriniz parlaq, məsələn, krem yoxdur, məndə fikir verin, dərin parlaqdır, dəriniz parlaq görsənmir, qocalırsınız, yaşlanırsınız və əlbəttə ki, nə yersə kökəlirsiniz, bədəniniz su tutur. Zülal birincidir, ən birinci zülalları tükətirik. Ətimizi, tvaroq ola bilər, kəsmək ola bilər və yaxud da yumurtalarımız, mən 4 yumurta yeyirəm hər gün. Bu çox önəmlidir. Çox önəmlidir. Zülal və mən hətta tövsiyə edirdim ki, zülal və hər hansısa bir fiber yeyirsiniz, yəni tərəvəzlər. Ac qalsanız sonra
Məsələn, mən səhər 4 yumurtamı yeyirəm. Əgər ac qalsam, axırıncı yumurtamla bərabər bir dilim də çörək yeyirəm. Yox, hələ də ac deyiləmsə, doydumsa çörəyi yemirəm. Axşam yeməyində ümumiyyətlə mən karbohidrat tükətmirəm. Çünki axşam karbohidrat tükətmək bizi bədənimiz su tutur. Səhər şiş oyanırıq. Axşam yeməyini ümumiyyətlə saat 4-dən sonra karbohidrat tükətməməyinizi tövsiyə edirəm. Karbohidratlar nədirsə ChatGPT ilə öyrənə bilərsiniz. Və bu sizi gənc saxlayacaq bu arada. 18 bol sudur. Xüsusən də elektrolitli sular. Suyunuza əlavə elektrolit qata bilərsiniz və yaxud da mənim kimi daha çox barjom sirap tükətə bilərsiniz. Gün ərzində 2-3 litr su tükətməyiniz çox önəmlidir. Ay parçası kimi olmaq üçün, axappaq olmaq üçün. Mənim dəri tonum bərabərdir, amma əvvəllər belə deyildi. Dəri altı səpkilərim olurdu, bax buralarımda əvvəllər. Bütün belim akne olurdu. 23-24 yaşına qədər. Dəri tonum bərabər deyildi, bir-birindən çox fərqlənirdi boynumla üzüm. Bunların hamısı su içməyə başlayandan sonra xüsusən də düzəldi. 2-3 litr mütləq su için. Limon qatın içinə, mədə turşuluğunuz azdırsa limonlu için. Bu çox önəmlidir. 19-cu punkt vitamin və kollagendir. Mən sizə göstərəcəyəm, mən nələr istifadə edirəm. Baxın, ən birincisi, mən sizə göstərəcəyəm yalnızca həkim konsultasiyası olmadan istifadə edə biləcəyiniz şeyləri. Digər əlavələr də istifadə edirəm, amma onları həkim deyir mənə, endokrinoloq. Gəlin başlayaq əsas məsələdən. Baxın, bu sarı kök tabletkalardır və bu omegadır. Omega 369. Bahalı şeylər deyil, ucuzdur bunları tapmaq. Və niyə sarı kök və omega? Bədənimizdə çünki bizim inflammation deyilir. Azərbaycanca bilmirəm nədir bu. Inflammation bədənimizdə var. Həmişə. Bunu önləmək üçün, bunun baş verməsini önləmək üçün, bədənimizdə şişlər olmasın deyə, bağırsaqlarımız daha sağlam olsun deyə antioksidant effekti verən bir şey budur. Sarı kök tabletkaları ya da çoxlu sarı kök tükətmək və omega 369. İstifadə edin. Çətin bir şey deyil, baha bir şey deyil. Hər gün istifadə edin, görəcəksiniz ki, necə bədəninizdə antioksidant effekti yaradır. Ara-ara mən xlorofillə istifadə edirəm. Xlorofil Bakıda satılanlar deyil, onlar spirtlidir. Bizə lazımdır ayrıbdan sifariş eləmək. Ən yaxşı, ən bahalısını xlorofili suya töküb içirik. O da antioksidant effekt verir, amma o önəmli deyil çox da. Bakıda tapa bildiyiniz omega 3 və bu sarı kök onsuz da çox yaxşıdır bədəninizdən. O toksinləri çıxartmaq üçün belə deyərlər. Inflammation sözünə baxarsınız. Mən ümumiyyətlə İngiliscə təhsil almışam, sonra Rusca təhsil almışam, ailəni bir-birinə qatışdırmışam, maksimum çalışıram, Azərbaycanca təmiz danışım, amma bəzən unuduram, bilmirəm sözləri alınmır, çünki yenə deyirəm, maksimum çalışıram. Digər məsələ isə mütləq hamı, xüsusən də xanımlar istifadə eləməlidir. Magnezium və vitamin D3. Bu formatda vitamin, baxın bu formatda vitamin. Ayhirbidən alın. Burada alınan bir çox vitaminlər, ucuz olan versiyalar, onlar sorulmur bədənə. Vitamin D çox önəmlidir. Bu hormondur. Başa düşür, bu vitamindir, bu hormondur, hormonal sağlamlıqdır bu. Hamı istifadə eləməlidir. Xüsusən də qış aylarında. Uşaqlarınıza da verin. Magneziuma gələndə isə bu bədəni sakitləşdirən, kortizol dəngəsi yaradan bir şeydir. Bədəndə sakitlik yaradır, sinirlərə yaxşı təsir edən bir şeydir magnezium. Hamı içməlidir, xüsusən də axşam. Əgər bədəninizlə bağlı hər şey yaxşıdırsa, magneziumu bisklisinat formatında için. Bax, bu, məsələn, sırf bu markadırsa 160 mg-da, amma bizə gündə 400 mg lazımdır. 2 tabletka ya da 3 tabletka içməliyik bunu. Amma əgər sizin bağırsaqlarınız da yumuşaq deyilsə, tövsiyə edirəm magneziumu sitrat formatında içəsiniz. Sitrat formatında daha yumuşadıcı effekt verir deyə bədənə, bağırsaqlar da yumuşalır, daha yaxşı tualetə gedə bilirsiniz siz. Və əsas məsələ kollagen istifadə eləmək. Mən dəli oluram ümumiyyətlə görəndə ki, qızlar kollagen istifadə edir, amma bu kollageni jelibon formatında olanlar, ucuz versiyalar və s. Yox, kollagen 50-60 manatdan ucuzdursa, deməli o kollagen deyil ümumiyyətlə. Miqdarını ChatGPT ilə yoxlaya bilərsiniz. Ən yaxşı kollagen göy qabda olan Vital Proteins yazılır üstündə, ayhiribdə satılır, o markadır.
Bunu qatığa qatıb yeyirəm mən hər səhər və yanında vitamin C də içsəniz çox yaxşı olar. Alman aptekından alıram. Amma olmayanda, məsələn, indi mənim Vital Proteins markası olanım bitib, Azərbaycanda bu satılmır deyə tapa da bilmirəm. Ayhelp sifarişim gəlməyə üzrədir. Mən Azərbaycanda tapılan bax belə bir versiyada var, Collagen Up. Bu daha çox dəniz məhsullarından alınan kollagendir. Vital Proteins isə heyvan məhsullarından alınır, belə deyirlər də. Böyükbaş heyvanlardan səhvləmirəmsə alınan kollagendir. Bir-birindən biraz fərqlidir, amma ikisi də çox yaxşıdır. Bu iki marka çox yaxşıdır. Başqa markalar istifadə eləməyin. Başqa markalar o kollagen deyil, o marketinqdir. Yəni onların tərkibində kifayət qədər kollagen yoxdur. Kollagen lazımdır sümük sağlamlığı üçün, saç sağlamlığı üçün və s. Və yaxud da mənim biohacker koçum sevir demək ki, hər gün xaş yeyin. Bunu da yeyə bilərsiniz. Mən ara-ara bulyon xaş kimi düzəldirəm, yeyirəm, amma bu biraz çətindir. Xüsusən də mənim kimi belə doyursuzsa tez və s. çətindir biraz bunu tükətmək. Belə deyək, həvəsiniz varsa əlbəttə ki, hər gün bulyon tükətə bilərsiniz, amma bu xüsusi bulyondur. Adi bulyonda kollagen olmur. Kollagen bulyonu biz təqribən 6-8 saat qaynatdığımız bulyondur ki, o sümükdəki kollagen çıxsın. Amma yenə də deyirəm, bu biraz artıq işgəncə kimi gəlir mənə. 19-cu punktumuz getdik, gəldi 20-ci punkta. Bu özünü qucaqlamaqdır. Mən hər gün özümü qucaqlayıram və bu mənə daha stabil, daha stabil hiss elətdirir bədənimdə və nə qədər stabil hiss eləyirik, özümüzü sevən kimi hiss eləyirik, başqaları da bizi sevməyə başlayır, bizi daha cazibədar görməyə başlayır. Hər gün güzgüdə səni sevirəm demək, güzgüdə özümə öpücüklər göndərmək və özümü bərk-bərk qucaqlamaq. Çox sevdim, son 3 ildə istifadə etdiyim praktikadır və bu sizi daha gözəlləşdirəcək. 21-ci kiçik toxunuşlardır. Mən düşünürəm ki, bəzi şeylər var ki, biz əməliyyat eləyə bilərik. Düz mən istifadə eləməmişəm indiyə qədər əməliyyatdan, amma çünki ehtiyacım olmayıb. Başa düşürsünüz? Amma ehtiyacım olsaydı istifadə eləyərdim. Və əgər düşünürsünüzsə ki, burnunuz sizi çox belə şey göstərir, fərqli göstərir ya da bədəninizlə bağlı müəyyən bir şey dəyişdirə bilərsiniz, mən buna qarşı deyiləm. Düzdür, daha yaxşı olar ki, barışıq olasınız, istifadə eləməyəsiniz, amma yenə də qarşı deyiləm, əgər bu söz güvəni hiss etdirəcəksə. Amma burada önəmli bir nüans var ki, o türklər demiş, aşırıya qaçmamaq. Bir şey tapın, onu işləyin, bitdi, getdi. Başqa elə onu deyin, bunu deyin, bu sizi gözəl yox, çirkin göstərəcək. Çünki təbii olmayacaqsınız. Qadın təbii gözəldir. Mən baxaram, hər hansısa bir qadın bir dənə əməliyyat eləyibsə, o təbiiliyini saxlayır. Amma bir neçə əməliyyat eləyibsə, o təbiiliyi saxlaya bilmir. Avtomatik çünki o görsənir. Başa düşürsünüz? Və xüsusən də burun əməliyyatından gedirsə söhbət, burnunuzu istəyirsinizsə əməliyyat elətdirmək. Mənim rəfiqələrim məsələn var, bəziləri burun əməliyyatı eləyənlər. Düşünürəm ki, elə bir professionala müraciət etmək lazımdır ki, burnunuzun normal formasını saxlasın. Yəni, hamıya kurnosika eləyirlər, hamıya yaraşmır bu. Mənim bir tanışım var idi, məsələn, onun burnu yekə idi. Yekə də saxladılar, sadəcə simmetrikləşdirib də düzəltdilər. Bax, bu çox yaxşıdır. Yəni, bu çox yaxşıdır. Çünki hamı bir-birinə oxşamağa başlayıb artıq. Bu biraz qəribədir, yəni bu individuallığınızdan uzaqlaşdırır. 22-ci punktda gəldik, bu rəqsdir. Mütləq hər gün rəqs eləməm. Mən hər gün rəqs edirəm və ara-ara professional rəqsəmdə mütləq məşğul oluram. 2 il fasiləsi məşğul olmuşam, indi biraz ara vermişəm, sentyabrda yenə başlayacağam. Seçin hansı rəqs növü xoşunuza gəlir. Ya evdə eləyin bunu YouTube-dan, ya da rəqsə yazılın. Çox gözəl. Qadın bədəni rəqs lazımdır. Keçmiş anlardan, eramızdan əvvəldən bəri qadınlar təbiətdə rəqs eləyiblər həmişə. Və rəqs bədəni açır, rəqs auranı açır. Bu çox önəmlidir. Hər gün rəqs etmək sizi daha cazibəli göstərəcək. Və 23-cü punkt, mənim ən sevdiyim punktlardan biridir bu. Və görürəm ki, bu həqiqətən bizə cazibəli və gözəl hiss etməyimizə səbəb olur. Sizə belə bir şey göstərəcəyəm. Bəlkə də tanıyırsınız bu məhsulları. Pırıltı. Mənim kimi pırıltını sevirsiniz və pırıltı sizi xoşbəxt deyirsiniz. Mən düşünürəm ki, bu içimizdəki uşağı oyadan bir şeydir. Davamlı pırıltılar istifadə edin. Tapdığım ən yaxşı pırıltılı vasitələr, pırıltılı yağlar Nux'dur məncə bu. Nux firmasının pırıltısıdır. Bunun qiyməti 100 manatdır.
Bir də daha ucuz versiya istəyirsə, Stradivarius'da satılan belə bir versiya var. Hər ikisi yapışqan effekt vermir. Məsələn, mən Atelier Rebel'dan da almışam pırıltılar, amma onlar yapışqan effekt verir. O qədər də yaxşı deyil. Pırıltılı kremlər istifadə edin. Ümumiyyətlə, hər gün duş alıb kremlənmək, pırıltılar istifadə etmək bədəninizə, hətta evdə olsanız belə çox gözəldir, bilirsiniz. Adam parıldayanda daha cazibədar hiss eləyir özünü. Adam parıldayanda daha bir ulduz kimi, Jennifer Lopez kimi hiss eləyirəm mən özümü. Xoşuma gəlir. Bir də pırıltını hər yerinizə vurmağa ehtiyac yoxdur. Biraz vurdunuz, biraz pırıltı əlavə etdiniz özünüzə. Baxırsınız ki, sanki belə bir feyanın çubuğu dəymiş kimi hiss eləməyə başlayırsınız və bu pırıltının həyatınıza daxil eləyin. Niyə də yox? Və əlbəttə ki, düşünürəm ki, bu 23 punktum bitdi və sizə faydalı oldu. Bu, amma hamısını etmək lazımdır. Digər tövsiyələriniz varsa aşağıda yazın, mən də oxumaqdan şad olaram. Və əsas məsələ isə aşağıda açıqlama bölməsində sizin üçün qoyduğum dəstəkçi materialları istifadə edeyim. Mütləq şəkildə bunlar sizin üçündür. Hər birinizi çox sevirəm. Səhifəmə abunə olmağı da unutmayın. Bu video xoşunuza gəldisə isə bəyənin, like edin, dostlarınıza tövsiyə edin və aşağıda mütləq rəylərdə yazın. Hər birinizi çox sevirəm. Bərk-bərk qucaqlayıram və görüşənə qədər.